الحمد لله الذي أحاط بكل شيء علما وكتب المقادير بحكمته وعدله وقدر الأقدار فلا راد لقضائه ولا معقب لحكمه وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدًا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، أوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Aziz değerli Müslümanlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin həm əvvəlkilərə, həm sonunculara etdiyi bir tövsiyəsidir. Biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, imanın ən əzəmətli qaplarından biri, qəlbin rahatlığının, sakitliyinin ən böyük səbəblərindən biri qəza və qədərə iman etməkdir. Xeyri ilə, şəri ilə, acısı ilə, şirinliyi ilə bilməkdir ki, başına nə gəlibsə səndən yan keçə bilməz. Və səndən nə yan keçibsə sənə çata bilməzdi, başına gələ bilməzdi. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbas'a deyir, radiyallahu anhuya, وَعْلَمْ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِيَكَ وَمَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ. Bil ki, nə sənə üz veribsə səndən yan keçə bilməzdi. Və nə səndən yan keçibsə sənə üz verə bilməzdi. وَعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ وَأَنَّ الْفَرَجَ مَعَ الْكَرْبِ وَأَنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Bil ki, kömək, zəfər səbirləndir. Çıxış yolu kədərləndir. Və çətinlik də asanlıqlandır. Yəni, bərabərdir. Başqa rəvayətdə deyir ki, sallallahu aleyhi və səlləm, rufi'atil əqlam və cəffətis suhuf. Qələmlər qaldırılıb, səhifələr quruyub. Ona görə nə baş verirsə, bu kainatda, bu dünyada, istər xeyir olsun, istər şər olsun, zənginlik olsun, yoxsulluq olsun, sağlamlıq olsun, xəstəlik olsun, hər bir hadisə nə baş verirsə Allahın qəza və qədəri iləndir, təqdiri iləndir. Lövhul məhfuzda yazıb, təqdir edib, hələ məxluqatını xəlq etməmişdən əvvəl İnna Allaha qaddara məqadirəl xalaiqi qablə ən yəxluqəs səməvati vəl-ard bi 50.000 sənə və kənə arşuhu aləl-mə. Allah həqiqətən, Allah Teala məxluqatının qədərini təqdir edib, göyləri, yeri yaratmamışdan 50.000 il əvvəl və ərşi də suyun üzərində idi. Deyir ki, Rəbbimiz, mə asabə min musibətin fil ardı və lə fi anfusikum illə fi kitab min qabli ən nəbrahə innə dəlikə aləllahi yəsir. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o yazıda olmasın. Yəni, o lövhül məhvuzda təqdir edilməsin, müəyyən edilməsin. Şübhəsiz ki, bu Allah üçün asandır. Ona görə də zənn etmə ki, başına gələn hər hansı bir müsibət və fərq etmir. Bu müsibət nə olur olsun, xəstəlik olsun və ya itki olsun və ya sıxıntı olsun, nəyinsə əlindən getməsi olsun, zənn etmə ki, bu Allahın təqdirindən, Allahın elmindən, Allahın idarəçiliyindən xaricdir. Xeyr, əsla. Əksinə,
onun hikməti iləndir, ədaləti iləndir və sənə rəhmətidir. Sən onu şər zənn etsən də, sən onun hikmətindən cahil olsan da, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edirdi, deyirdi ki, Allahumma inni əsəlükər rida bə'dəl qada. Deyirdi ki, Allahım, səndən hökm verdiyindən sonra, yəni təqdir etdiyindən sonra razılıq diləyirəm. Yəni qəza və qədərinə razı ola biləm deyə. Ona görə də qəza və qədər təqdir olunubsa və nə baş veribsə ondan sonra razı olmalısan, narazılıq etməməlisən. Çünki razılıq qəza və qədərə, Allahın təqdirinə razılıq imanın ən yüksək mərtəbələrindəndir. Və o mərtəbəyə yalnız qəlbi Allahı əzəmətləşdirən və ya Allahı əzəmətləşdirməklə qəlbi dolu olan çata bilər. Allaha etibarı möhkəm olan, Allaha tam təslim olan çata bilər. Qul yəqin olsa ki, nə baş verirsə bu dünyada, bu kainatda Allahın qəza və qədəri iləndir, qəlbi rahat olur. Qəlbi sakitləşir, daxili hüzura qovuşur. Ona görə də baş verdikdə müsibət təlaşlanmır, səbirsizlik etmir, təşvişə düşmür. Və həmçinin də neymət üz verdikdə ona, neymət gəldikdə təkəbbürlənmir. Əbul-Həccac Əl-Əzdi rahiməhullah deyir ki, soruşdum Salmandan, Məl imanu bil-qədər, qədərə iman nədir? Dedi ki, ən tə'ləmə ənnə mə asabəkə ləm yəkun li yuxtiyək. Bilməyin ki, sənə nə üz veribsə, səndən yan keçə bilməzdi. Və mə əxdəkə ləm yəkun li yusibək. Və səndən nə yan keçibsə, başına gələ bilməzdi. Ubədə ibn Samit radiyallahu anhu bir gün oğlu Abdurrahman deyir ki, ona əvsini, mənə vəsiyyət et, tövsiyə et. Deyir ki, əzlüsuni, oturdun məni. Fəcləsuhu, oturdurlar onu. Sonra deyir ki, yə bunə ittəqilləh. Ey oğlum, Allahdan qorx. Və lən təttəqiyəllah həttə tu'minə bil-qədər. Qədərə iman etmədikcə Allahdan qorxa bilməzsən, qorxmuş olmazsan. وَلَنْ تُؤْمِنَ بِالْقَدَرِ حَتَّى تُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ. Və qədərə iman etmiş sayılmazsan, ta ki qədərə xeyri ilə, şəri ilə iman etməyincə. وَتَعْلَمَ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ. Və bilməlisən ki, sənə nə üz veribsə, səndən yan keçə bilməzdi. وَمَا أَخْضَاكَ لَمْ يَكُنْ يُصِيبَكَ. Və nə səndən yan keçib başına gələ bilməzdi. Sonra deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əl-qədəru alə hədə. Qədər bu şəkildədir. Yəni, qədərə iman budur. Mən mətə alə qeyri hədə ədxələhullahun nar. Kim bundan qeyrisi üzərində ölərsə Allah Teala onu oda daxil edər. Ona görə sələflərdən birindən soruşurlar ki, mə a'zamu musibətin usibə bihəl əbd. Qulun başına gələn ən əzəmətli müsibət nədir? Deyir ki, ən yəzunnə ennəl-ləzi nəzələ bihi leysə bi qədərilləh. Deyir ki, ən əzəmətli müsibət odur ki, başına gələnin Allahın qədəri olmadığını zənn etməsidir. Həsən ibn Ali radiyallahu anhu deyir ki, qudiyəl qada. Allah Teala artıq təqdir edib hər şey, yəni hökm verib öz qəza və qədəri ilə. Və cəffəl qələm, qələm quruyub, yəni mürəkkəb quruyub. Və umurun bi qadain fi kitabin qad xələ. Və Allahın təqdir etdiyi artıq kitabda, yəni lövhül məhvuzda yazılıb əvvəlcədən. Ona görə də əgər malın itibsə, tələf olubsa, yaxınlarından kimsə vəfat edibsə, itirmisənsə və ya xəstələnmisənsə və ya evladından kimsə xəstələnibsə, sərvətindən nəsə gedibsə, nəsə bir müsibət gəlibsə, başına nəsə bir hadisə üz veribsə, ruzin gedikibsə, ona görə
narazılıq etmə. Və narazı sözlər işlətmə. Demə ki, kaş ki belə-belə edəydim, belə-belə etsəydim, belə olardı. Çünki kaş ki demək şeytanın qapısını açır. Necə sallallahu aleyhi və səlləm deyir, ihris alə mə yənfəuk. Sənə fayda verənə həris ol. Vəstə'in billah, Allahdan kömək istə. Və lə tə'cəz, aciz olma. Və in əsabəkə şeyun fələ təqul, ləv ənni fəaltu kədə, kənə kədə və kədə. Əgər sənə nəsə üz versə, demə ki, belə-belə etsəydim, belə olardı. Və ya kaş ki, belə etsəydim, belə-belə olardı. Və ləkin qul, lakin de, qaddərallahu mə şəə fəal. Bu, Allahın təqdiri idi, istədiyi kimi etdi. Ona görə şuarın bu olsun ki, bu Allahın qədəri idi. İstədiyi kimi etdi. De ki, Allahdan Rəbb olaraq razıyam. İslamdan din olaraq razıyam. Muhammeddən Peyğəmbər olaraq razıyam. Unutma və xatırla ki, nə itirmisənsə, ona çata bilməzdin. Və nəyə çatmısansa, itirə bilməzdin. Qəlbin Allahla bağlı olsun. Allahın hikmətinə güvən. Allahın verdiyi ilə, sənə ayırdığı payla razı ol ki, insanların ən xoşbəxti olasan. Allah Teala bizi onun qəza və qədərinə iman edənlərdən etsin. Hökmü ilə razı olanlardan etsin. Əmrinə təslim olanlardan etsin. Əməllərimizin ən xeyirlisini sonuncusu etsin. Günlərimizin ən xeyirlisini onu gördüyümüz gün etsin. Bizdən razı olsun. Bizə gözəl sonluq nəsib etsin. Dünyanı bizim üçün dərd etməsin. Elmimizin son hədd etməsin. Axır yolumuzu cəhənnəm etməsin. Aqibətimizi cənnət və razılıq etsin. Bizi dünyanın rüsvayçılığından və axirət əzabından qorusun. Bizi eşidib faydalardan etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu vəl ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrəfil ənbiyyə vəl mürsəlin nəbiyyə Muhammedin və alə əlihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innəllaha ya'muru bil adli vel ihsani və ita'i zil qurba və yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun və aqimus salah.